Dostlar, əgər yolda hərəkət sürətini 60 km/saatdan artıq aşmısınızsa, bu 300 manat cərimədir. Burada mövzu bağlanır. Bunun avtoxuliqanlıq olmaqla heç bir aidiyyatı yoxdur. Avtoxuliqanlıq üçün ya təkərin bir və yaxud da iki təkəri qaldırmalısınız, ya maşınla zimeyka eləməlisiniz və yaxud da maşınla yarış keçməlisiniz. Bu üçündən birini eləyəndən sonra bu hərəkətləri yolda hərəkət sürətinin də 60 km-dən artıq aşmaqla, çox eləməklə etmisinizsə, belə olan halda siz 511.3-cü maddənin təsirinə düşürsünüz. Amma sadəcə 60-lıq yolu 125 ilə getmək 300 manat cərimədir. Amma yarış keçirirsinizsə, zimeykalayırsınızsa və yaxud da təkər qaldırırsınızsa və plus bunu 60-lıq yolda 120 ilə, 150 ilə, 130 ilə eləyirsinizsə, belə olan halda 511-ci maddənin 3-cü bəndinin təsir dairəsinə düşür.